əziz Allahımız buyurur ki, in təsbiru və təttəqu, əgər səbirli olsunuz, əgər təqvalı olsunuz, 2 şərt kesir. Təsbiru və təttəqu. Əgər səbirli olsunuz, əgər təqvalı olsunuz, təqva olsun nə olacaq? İn təttəqullah yəcəlləkum furqanan. Allah təqvavuz olsa sizə furqan verəcək. Furqan nədir? Düzü səhvdən ayıra biləcəksiniz. Təqvanın nəticəsi budur. Əziz baxlar, düzü ki, səhvdən ayıra bilmirik. Səbəbi budur ki, biz günahlarda büdürəmişik. Özümüzə qadağa qoya bilməmişik. Ben de əgər təqvalı olsam, səbirli olsam, la yadurrukum keyduhum. Onların hiləsi sənə zərər vurmaz. Şeyən, zərrə qədər ziyan vurmaz. İnnəllaha bimə ya'maluna muhit. Allah nə edirsizsə xəbərdardır. Bax, bunun qissəsini misal kimi çəkmək olar. Yusufla Süleyxanın hadisəsini. Gör nə boyda hilə elədi. Gör nə boyda hilə qorudu. Amma Yusuf nədir? Yusuf təqvasını qorudu. Səbir də göstərdi. Bəzən səbir neçə il çəkir axı. Axırda hadisələr başqa cür cərəyan elədi. Nə cür cərəyan elədi? Züleyxa anladı səhvini. Yusuf amma möhkəm qaldı. Fikir versəz, Yusufun hadisəsində 2 dənə hilə, ikisi də fürsətə çevrilib. 2 dənə hilədir. Ona görə əziz Allahımız deyir, hilə eləyər, onun hiləsi mənim tədbirimin içində yer alar. Quyuya qardaşları atır, hilə eləyir, gedir atasına deyir ki, qurd yedi, amma elə bir quyudur ki, karvan oradan keçir, Yusufu quyudan çıxardır, aparır ora. Bu bir hilə, çevrildi nəyə? Fürsətə. Yusuf quyudan inəmədi, şikayətlənmədi ki Allahdan. Təsbiru və təttəqu. Həm səbir elədi, həm təqva göstərdi. Sonra gəldi, çatdı saraya. Sonra xanım bir dənə hilə qurdu. Allah həmən hiləni elə dəyişdi ki, Yusuf oldu Misrin əzizi. Onların hiləsi zərrə qədəri əvvəldə ziyan verdi. Baxın, əvvəldə müəyyən qədər ziyan verə bilərlər. Amma axır nə oldu? Nəticə oldu. Ona görə insan imanla yaşasa, səbirli olsa, təqvalı olsa, Allahın lütfləri nədir? Çoxdur.